Xankəndi indi həm də tələbə şəhəridir. Qarabağ Universiteti fəaliyyətini genişləndirdikcə və hər il yeni tələbələri qəbul etdikcə bu status bir qədər də möhkəmlənəcək. Bugün təməli qoyulan Mühəndislik Fakültəsinin binası Qarabağ Universitetinin infrastrukturunu bir qədər də yaxşılaşdıracaq. Fakültədə 7 ixtisasda 314 tələbə təhsil alır. Gələcəkdə ixtisasların da, deməli, tələbələrin də sayı artacaq. Yeni istifadəyə verilən Biznes və İqtisadiyyat Fakültəsinin binası ən müasir standartlara cavab verir. Fakültədə ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas üzrə təhsil alır. Fakültənin kitabxanasında tələbələr öz notebooklarını yerləşdirərək işləyə bilərlər. Təbii ki, oxu zalında kitablardan yararlana bilərlər. Eyni zamanda burada yaradılmış qrup otaqlarında komanda işi təşkil oluna bilər. İqtisadçılar yalnız iqtisad elmləri ilə maraqlanmamalıdır, həm də bölgənin tarixini, ölkəmizin tarixini yaxşı bilməlidirlər. Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin kitabxanası bu baxımdan onlara kömək edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev 2024-25-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin tələbə yataqxanasının, klinika binasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində iştirak edib. Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır. Şahin müəllim, yəqin bugün təkcə Qarabağ Universiteti üçün yox, ümumilikdə Xankəndi üçün, Azərbaycan təhsili üçün tarixi əlamətlər bir gündür. Qarabağ Universitetinin genişlənməsinə şahidlik edirik, yeni fakültə qoşulur ansambla. Bu fakültənin tələbələrin təhsil həyatına təsiri nədən ibarət olacaq? Bugün Biznes və İqtisadiyyat Fakültəsinin yeni bir tədris binasının istifadəsinə verilməsini müşahidə edirik. Hər birimiz çox sevincliyik və qarşımıza qoyulmuş hədəflərə uyğun olaraq ən müasir akademik məzmunun yaradılması, yeni dövrün biznes və iqtisadiyyat profilli mütəxəssislərin hazırlanmasına imkan verəcək çox müasir bir tədris binasının, inzibati binanın açılışını etdik. Düşünürük ki, bu universitetdə yaradılmış bu imkanlar bizə imkan verəcək ki, həm kadr potensialımız baxımından, həm inzibati tədris resurslarımız baxımından ən müasir təhsil verə bilək. Universitetdə tələbələrin dərs vaxtı, dərslərlə məşğul olması üçün, dərsdən kənar fəaliyyətləri üçün, müxtəlif innovativ fəaliyyətləri üçün bütün imkanlar mövcuddur. İnzibati və akademik personal üçün kifayət qədər geniş imkanlar yaradılmışdır. Universitetimizin professor müəllim heyətinin yaxşı dərs verməsi, müasir tədqiqatlar aparması və tələbələrlə ən səmərəli işi qurması üçün bütün imkanları mövcud olan bir tədris korpusumuzun açılışını etdik. Canım, cəsarətli qərar qəbul eləmişsiniz deyə bilərik. Çünki Britaniyada təhsil almışsınız və Britaniyada əmək fəaliyyətinə başlamışsınız və birdən-birə Azərbaycanda bölgəyə üst tutmuşsunuz iş fəaliyyətini davam etdirmək üçün. Artıq Qarabağ Universitetində çalışırsınız. Bu hekayənin arxasında nə dayanırdı? 15 il ərzində Qərb universitetlərində əldə etdiyim təcrübəni həm akademik, həm tədqiqat, həm də təzə innovativ pedaqoji əldə etdiyim nəticələrini istədim ki, qaydam Qarabağ Universitetində İqtisadiyyat və Biznes Fakültəsinin inkişafında öz töhfəmi verim. Və həqiqətən mənim üçün çox sevinçlidir ki, mən 3 aydır fəaliyyətə başlayıram və bu qısa zamanda bizim üçün çox möhtəşəm bir bina tikilib və mən deyərdim ki, bu Biznes İqtisadiyyatın yeni açılmış bu binası Qərb universitetlərinin dəki biznes fakültələrindən də heç geri qalmır, hətta onlardan da daha müasir səviyyədədir.